Bizim 3-cü panelin sual-cavab mərhələsinə gəldik. Orada var. Hər kəsə salam, özümü tanıdım. Adım Səadət, Alliance Şirkətlər Qrupunun HR meneceriyəm. Sualım Pərviz müəllimədir. Sizcə HR komandası biznesə daha çox dəyər yaratmaq üçün nəyə fokuslanmalıdır? Təşəkkür edirəm. HR komandası ən çox qeyd etdiyim kimi əla insan yetişdirməlidir, bir. İkinci, insanlara öyrənməyi öyrətməlidir. Ən birinci, əla insan yetişdirməlidir. İkinci, onlara öyrənməyi öyrətməlidir. Çünki böyük şirkətlərdə HR-ın hər bir insandan fərdi olaraq yanaşmağa çox vaxt olmur. Amma insanlara öyrənməyi öyrətsən və onları öyrənməyi öyrədəcək əla insanlar yetişdirsən, daha uğurlu nəticələr əldə edərsən. Çox sağ olun. Kim sual vermək istəyir? Salam bir daha, axşamınız xeyir olsun, artıq axşamdır. Mənim sualım Anar bəyə olacaq. İlk öncə təşəkkür edirəm. Siz hər il HR istiqamətində olsun, fərqli istiqamətlərdə olsun. Bu tip forumlar təşkil edirsiniz. Sizə və komandanıza təşəkkür edirəm. Sağ olun. Mən əslində sizin forumun gündəliyi ilə tanış olanda ilk ağlıma bu sual gəlmişdi. Və sonda biz forumda qalan əksəriyyətin xanımlar olduğunu düşünsək, mənim sualım bu istiqamətdədir ki, sizcə biznes və HR sahəsində qadın liderlərin səsini daha çox eşitdiyimiz platformaları qurmaq üçün nələri dəyişməliyik? Qadın liderləri... Biznesdə və HR sahəsində qadın liderlərin səsini eşitmək üçün bu cür platformalarda nələri dəyişməliyik? Aydındır. Çox sağ olun, yaxşı sualdır. Mən açığı bu kimi məsələlərdə süni nəsə müdaxilə mənim əleyhinəyəm. Qadın və kişiyə eyni şəraiti yaratmaq lazımdır. Yetər ki, ayrı seçki eləməyək. Ceiling deyirlər. Tavan qoymayaq. Yəni, süni tavan qoymayaq. Yəni, qadın filan vəzifəyə qədər qalxa bilər. Ondan sonra bunu süni yaratmasaq, müdaxilə eləməsək, ayrı seçki eləməsək, məncə qadınların kifayət qədər potensialı və gücü var ki, ona çıxsınlar. Mən belə görürəm. Və bunu amma, yəni deyirəm, eyni şəraiti yaratmaq lazımdır. Yəni, qadınlar da gərək özlərinə də sual versinlər ki, mən nə eləmiş, mən rəqabətliyəmmi? Yəni, mən rəqabətli olmaq üçün, kişilərlə rəqabətli olmaq üçün nə eləmişəm, nə eləyirəm? Belə. Çox sağ olun. Bir də burada çox təbii tərəfi var işin. Yəni, bizim xanımlarımız bu biznesin kor hissəsində, tutaq ki, satışda, biznesin quruculuğunda əvvəldən meyilli olmayıblar tarixən. Son illərdə mən görürəm ki, təşəbbüskarlıqda, tutaq ki, kommersiya funksiyalarında qadınların rolu artır. Daha çox əvvəllər elə dəstək funksiyalarında olublar, sənətləşmə və digər tərəflərdə. Qadınlar da özlərini layiq bilməlidirlər elə CEO, sahibkar, ən top vəzifələrə. Çox təşəkkür edirəm cavabınız üçün. Sonda bayaq Pərviz bəy Həvva ananın empatiyasından danışdı. Mən düşünürəm ki, elə şirkət mədəniyyətinin də güclü olmasına, yəni qadın liderlərimizə biz öncülük versək, şirkət mədəniyyətimiz daha da güclənər. İnşallah ki, növbəti forumlarda qadın spikerlərimizi də görərik. İnşallah. Bu, bizim əvvəlki HR forumlarda və digər hamısında qadın spiker olub. Bu dəfə sadəcə belə alınır. Biz 6 bizim HR spiker yerimiz var. 6-dan çox xanım HR-a müraciət eləmişdik. Son anda təsdiq edənlər də olmuşdu. Azı 4 nəfər təsdiq eləmişdi. Son anda belə alındı. Yəni. Çox təsadüfdür. Bu ilə var mən posta yazmışdım ki, Şərqdə xanımların spiker olmadığı ilk forumdur. Yəni, olur arada belə təsadüflər. Çox sağ olun. Suallar. Buyurun. Salam, özümü qısaca təqdim edim. Mən Sevda Hümbətova, sizin təliminizdə iştirak etmişdim bir sınaq müddəti olaraq. Çox xoş bir təsadüf oldu. Mənim üçün karyera başlanğıcı olaraq, yəni bu vəzifəyə keçmək mənim üçün ayrıca bir zövqdür. Qismət oldu mənə də. Belə deyək, strateji HR çərçivəsində
performans idarəti. Sualınız kimədir? Yəni ümumi olaraq Kim sual istəsə verəcəm. cavab verər. Yaxşı. Bəli, Aha, maraqlı biraz bir lakonik olar, konkret. strateji HR çərçivəsində performans idarəetməsi necə həyata keçirilir? Çünki mənim üçün HR-ların həmişə işçilərə olan münasibəti çox vacib bir məsələ olub dəyərləndirilmə mövzusunda. Bir sual olar xanım, Sevda xanım. Bəli, Sualınızı buyurun. verdiniz. Yəni sual da çox ümumidir. Yəni siz deyirsiniz ki, performans menecmenti necə həyata keçirilir? Bu çox ümumidir. Bunun lakonik cavabı olmayacaq. Yəni ona görə Qısaca olaraq belə onda deyim. Düzgün kadrların tapılması və qiymətləndirilməsi HR tərəfindən necə həyata keçirilməlidir və hansı metoddan istifadə edilməlidir ki, şirkət bunu dəyərləndirə bilsin? Yəni işçi seçimində ən vacib nəyə baxmaq lazımdır? Bəli, çünki bu şirkətlər kontekstdə cavab versə, dəyərləndirmədə kim cavab edə vermək bilmir. istəyir? Mikrofon açıq. Əsas nəyə baxmaq lazımdır işçi seçimində? Mən təşəkkür edirəm Sevda xanıma suala görə. Ümumiyyətlə mən qeyd elədim, şirkət dəyərinin formalaşmasında HR-ın əsas yönlənmiş olduğu funksiyalardan biri də işə qəbuldur. Biz burada bu HR-ın qızıl qaydası var da, 3R məsələsi, right person, right time, right place məsələsi. Yəni burada düzdür, bilik, bacarıq, təcrübəyə baxmaq lazımdır. Amma HR orada bir ara bulucudur da, yəni bir körpü rol oynayır. Yəni öncə şirkətin öz dəyərlərini bilməlidir və namizədin də o intervyu, görüş və digər mərhələlərdə sahib olduğu dəyərləri tapmalıdır. Əgər onlar arasında bir uyum varsa, yəni işə qəbul etməlidir. Əgər orada uyum yoxdursa, məncə orada başarısız bir seçim olacaq. Çünki dəyər, yəni yeni bir namizədin, yeni bir əməkdaşın işə alınmasında ən önəmli meyillərdən biri olmalıdır. Yəni uyumsuzluq bugün günümüzdə çox ciddi problemdir. Baxırsınız ki, yəni həyat təcrübəsində, iş təcrübəsində, savadında, diplomunda, oxuduğu universitetlərdə çox yaxşı göstəricilər var, amma şirkətdə heç uzun müddət çalışa bilmir. Yəni bunu sizlər də qarşılaşırsınız, bizlər də qarşılaşırıq. Çox belə bariz, ünvanlı nümunələr var. O baxımdan çalışmalıyıq ki, dəyərlərə... Çox sağ olun. Mənim bir əlavəm var. İşə götürmədə təcrübənin o müqəddəsliyi var bizim bazarda. Onu azaltmaq lazımdır. Yəni potensiala daha çox diqqət yetirmək lazım. Bizim dəyərli spikerlərimiz potensialın rolundan çox danışırlar bu gün. Buyurun, siz. Qabaqdaş xanım. Salam, mən Günel Tehranlı, Advera şirkətinin insan resursları və mütəxəssisi. Mənim sualım əslində 3 şəxsədir, həmçinin amma səhv etmirəmsə Vüqar bəy daha çox retentiondan danışdı. Mən bilmək istəyərdim ki, siz öz şirkətinizdə retentionu artırmaq üçün hansı dəyəri formalaşdırmısınız? Bu sadəcə mənim bir təcrübə olaraq qazanmaq istədiyim sualdır. Çox sağ olun, təşəkkür edirəm suala görə. Əslində biz əslində dəyərlər üzərində çalışırıq ümumi götürəndə. Ümumiyyətlə işə qəbula toxunuldu. Biraz uzun çəkəcək, çünki vaxtımız o qədər çox deyil, amma məlumat verim. Qısa xahiş edirəm. Biz çalışırıq ki, ümumiyyətlə daxildə işə qəbul etdiyimiz adamların əksəriyyəti təcrübəsiz olsun və daxildən inkişaf etdirək. Proses olaraq inkişaf etdirək. Məsəl üçün, belə bir statistika çıxartmışdıq ki, rəhbər vəzifələrə təyin olunanların 95%-dən daha artığı daxildə yetişmiş, inkişaf etmiş adamlardır. Bu dəyəri artırır, insanların gələcəyinə əminliyini artırır, özünü gələcəkdə də burada görür. Yəni, ümumilikdə isə insanlar bilir ki, misal üçün deyək də, hamımızın başına gəlib yəqin ki, ya başımıza gəlib, üzərimizdə hər zaman rəhbər gətirmə riski olur və yaxud da hiss etmişik bunu və bu bizi daxildən bəlkə də hardasa qırıb və şirkətdən bağlılığımızı qopardıb. Biz bütün prosesləri daxildə etməyə çalışırıq. Yox, əgər hiss ediriksə ki, daxildə həmin kadr yoxdur və yaxud da ki, həmin insan potensialı yoxdur, onu fərqli, belə deyək də, üsullarla bağlamağa çalışırıq. Amma birinciliyi öz daxili kadrlarımıza verməyə çalışırıq və bütün daxili proseslər, inkişaf prosesləri, tədris prosesləri ona doğru gedir ki, inkişaf daxildən baş versin və insanlar şirkətə bağlılıqları və dəyərləri bunun üzərində qurulmağa doğru gedir. Məsələn, biz insanlara sorğular keçirdəndə, surveylər və s. müxtəlif sorğular, onlar düşünürlər ki, haçansa onların növbəsi çatacaq, çünki onlar buna dəyirlər, onlar bunu üçün çalışırlar və nəticələr verirlər. Bunlar daha çox inanc üzərində qurulur və qarşılıqlı etik bağlılıq üzərində qurulur hadisi. Yəni biz insanı yanıltmamağa çalışırıq, yəni və onlar da bizi onun qarşılığında yanıltmamağa çalışırlar. Proseslər bunun üzərində gedir. Çox sağ olun. Son 3 sual.
Salam, mən özümü təqdim edeyim. Nərminə Quliyeva, Holdeyin Atel və HR manager. Sualımdan çox əslində mövzumuz olan dəyərlərlə Sual. bağlı fikir Onda qısa. fikir eşitmək istəyirəm. Bildiyiniz kimi bir çox Bakıda məsəl üçün Atel brendləri var, hansı ki xarici brendlərdir və xarici brendlərində xarici dəyərləri var. Pərviz bəy vurğuladığı kimi, yəni o harmoniyanı qorumaq üçün daxili, yəni qonaqpərvərlikdə mən məsəl üçün əməkdaşlarımıza həmişə deyirəm ki, evimizdə qonaqlarımızı necə qarşılayırıqsa, oteldə də qonaqları o cür qarşılayaq. Burada oturan HR-larımızdan xahiş edəcəydim ki, milli dəyərlərimizdən hansı dəyərimizi HR rəhbər kimi siz şirkətinizdə, işlədiyiniz şirkətdə əməkdaşlara ötürmək istəyirsiniz və yaxud ötürməyə çalışırsınız? Çox sağ olun. Yəqin Pərviz müəllim. Bizdə Araz supermarketlərdə əsas Azərbaycançılıqdır. Bir də bizim əsas dəyərimiz qonaqpərvərlikdir. Yəni bizim bütün Araz adının özündə də diqqətlə baxsaz Azərbaycanlığı simvolizə edən bir işarə var. Yəni biz şirkətimizin əsas yazılmayan dəyəri Azərbaycançılıqdır. Çox sağ olun. Təşəkkür. Təyyar müəllim əlavəsi var. Təşəkkür edirəm suala görə. Bizim şirkətdə isə, yəni bugün bir tendensiya var ki, şirkətləri ailə adlandırmaqdan artıq çıxıblar, daha çox kollektiv deyirlər. Amma bunun mən bir tərəfli qarşılamıram. Həqiqətən də biz istəsək şirkət ailə ola bilər və ailə dəyərləri orada yaşana bilər. Bizim şirkətdə məsələ bu ailə dəyərləri və adətləri yaşadılar. Məsələ deyək ki, sahibkarlardan, hətta kiçik yaşlı sahibkarların övladları belə var. Yəni, özündən yaşda böyük adam oturmadan oturmur. Təsəvvür edirsiniz? Yəni, bu bir dəyərdir. Və ya müəllim məsləyində olan bir əməkdaşımız varsa, ona xüsusi bir hörmət və xüsusi bir izzətlə yanaşılır. Çünki müəllim onun üçün bir ali dəyərdir. Yəni, ailə dəyərləri. Sizin üçün də avantajlıdır. Yəni, yəni sadəcə mənim üçün deyil, ümumiyyətlə, ailə dəyərlərinin özündə varsa, o da şirkətə yansıyır və orada yaşadılır. Mənə elə gəlir ki, ailə dəyərləri çox vacibdir. Təşəkkür edirəm. O masadan daha özünüz qərarlaşdırın. Salam, hər birinizi salamlayıram. Araz supermarketlər şəbəkəsi İnsan Rəsullarına Şəhla Abdullayeva. Mənim sualım əslində 3 spikerədir. İnsana dəyər verməklə biznesə dəyər qatma arasındakı balansı necə qoruyursunuz? Bunun haqqında bir şey öyrənmək istəyərdim. Çox sağ olun. Kim cavab vermək istəyir? Birinci Pərviz müəllim başlasa yaxşı olar. Mənim işimdir. Öz iş yoldaşları. Mən yenə digərə Digər şeylər. Biznesin maraqları var. Əlbəttə ki, bayaq burada qeyd olundu ki, CEO-lar qeyd etdi ki, mən istəyirəm HR mənim xəttimdə olsun, mənə uyğun olsun. Bizdə çox vaxt CEO-nun maraqları ilə HR-ın maraqları toqquşur. O zaman biz şəraiti dəyişərək CEO-nun maraqlarını manipulyasiya edirik, çalışırıq ki, biznesin real tələblərinə uyğunlaşdıraq. Yəni, CEO-nun maraqları başqadırsa, HR baxır ki, şərait və biznes maraqlar cəhətdən bu risk varsa, HR onu manipulyasiya ilə dəyişməlidir. Amma necə dəyişməlidir? HR onun güvənini qazanmalıdır. Bundan sonra tövsiyəsini verməlidir. HR əslində, yenə də bayaq dediyim kimi, ağsaqqal rolunu oynamalıdır, mentor rolunu oynamalıdır. Necə ki, bütün dövlətlərdə, bütün rəhbərləri təyin edənlər, bizim tariximizə də baxsaq, türklərdə də mentorlar olub, ağsaqqallar olub. HR əsl ağsaqqal rolu oynamalıdır. Mən bir əlavə etmək istəyirəm, özür istəyirəm, sözünüzə qüvvət, şəxsi praktikamdan bir rəhbərimiz var idi, hansı ki, ona HR prizmasından çıxış edərək insanlar tərəfinə yönəltməyə çalışırdıq. O, sonda bezib bunlardan, bu addımlardan demişdi ki, siz şirkətin HR-sınız da, siz ancaq insanları düşünürsünüzsə, onda gedin həmkarlar ittifaqında işləyin və insanlar tərəfdən düşünün. Yəni, HR həm də biznes tərəfdən baxma, şəraiti, əlbəttə, biznes yönümlü də. CEO görsə ki, HR biznesi, biznes minddir, rəqəmləri bilir, şirkətin hara getdiyini bilir, maliyyənin xərclərin nə qədər həssas olduğunu bilir, o güvəni yaradırsa, birinci demin güvən yaratmaq lazımdır. Ondan sonra onu dinləyəcək. Yoxsa, HR bunu bilmirsə, ancaq maaş istəyi ilə CEO-nun qapısına gedirsə, o uğursuz olacaq. Doğru. Çox sağ olun.
Babaş Babaşov Nur Collection şirkətindən. Mənim sualım HR qərarlarının biznes nəticələrindən necə ölçülə bilən dəyər gətirməsidir. Bunu real nümunə üzərindən istəyəcəm. Real nümunə üzərindən deyim sizə ki, biz Araz Akademiya açdıq və hər il 70-80 mağaza açırıq və artıq rəhbərləri qıraqdan yox, akademiya məzunlarından götürürük. Həm mağaza müdürləri, həm administratorları. Bunları çöldən götürsəydik bizə nə qədər maliyyətli olardı. Halbuki onları daxili mentorlar vasitəsilə, kənar mentor olmadan belə bir təlim proqramı qoymuşuq və şirkətin idarə heyəti onlara master class verir və onları Araz Akademiya diplomu ilə təltif edirik və onlara söz veririk ki, sənin təhsilin belə olmasa, Araz Akademiyası diplomu almısansa, bu bakalavr diplomuna bərabərdir. İnsanlara bunu göstəririk, bunu həyata keçiririk, oradan təyinatlar olur və CEO bilir ki, təsisçi bilir ki, bu onun üçün ən böyük dəyərdir. Ölçülə bilən dəyərdir. Çox sağ olun. Sağ olun. Bax belə dostlar, beləliklə də günün son sual-cavab sessiyasını da yekunlaşdırmış olduq və ənənəvi olaraq hər sual-cavab sessiyasından sonra biz ən maraqlı sual verən müəllifə hədiyyəni təqdim edirik. Odur ki, spikerlərimizdən, həmçinin də moderatorumuzdan Vüqar bəy, Pərviz bəy, Təyyar bəy və Anar bəy sizdən ricam 4 nəfəri seçin. Hansı suallar sizin diqqətinizi cəlb etdi, xoşunuza gəldi? Həmin 4 nəfəri seçək və hədiyyələrini təqdim edək. Təyyar müəllim, biz sizin şirkətdə kimi, yəni müəllimlərə önəmi, qabağa verək. Ağsaqqal. Əslində 7 sual oldu da səhv eləmirəmsə. 7 sual oldu, biz 4-ünü seçməliyik. Yəni birini mən deyə bilərəm. Buyurun. Mənə gəlir ki, yəni şirkəti mən ailəyə bənzətdim və ailə dəyərləri bu şirkətdə qorunursa, o şirkətdə dəyərlər həqiqətən güclü olur və ailəvi bir mühit formalaşır. Bu istiqamətdə bizim Nərmin xanımın vermiş olduğu sualı mən qeyd edirəm. Nərmin xanım, Nərmin xanım. gəlin səhnəyə zəhmət olmasa, təbrik edirik sizi. Hədiyyənizi düşünürəm ki, elə siz versəniz yaxşı olar. Sualın qalibini siz seçdiyinizə görə sponsorumuz Creatime şirkətinin hədiyyə qazandınız. Təbrik edirik sizi. Gəlin səhnəyə, buyurun. Hədiyyəni verim sizə. Təbrik edirəm. Təbrik edirik və növbəti qalibi də seçəyim düşünürəm ki... Vüqar bəy, buyurun. Suallar hamısı demək olar ki, maraqlı idi və düşündürücü idi. Yadımda qalan sonunculardan xanımın retentionla bağlı verdiyi sual idi. İstəyirsinizsə ona təqdim edə bilərəm. Buyurun. Buyurun, gəlin səhnəyə. PM Legaldan bizim tərəfdaşlarımızdan biridir. Hədiyyəni buyurun. Təşəkkür edirik. Bugün hədiyyələri daha çox xanımlar qazandı deyəsən. Həm Latodromda, həm də ki sual-cavab sessiyasında da xanımlar daha aktiv iştirak edirdi. Təbrik edirik bir daha və növbəti sualın. HR-ın harada dəyər biznesə qatdığını sual verən israrla ikinci dəfə də deyəsən sualı verirdi. Həmin bəyi dəvət etmək istəyirəm. Kim idi? Babaş bəy. Bəli. Təbrik edirik sizi. Push 30-dan hədiyyəni təqdim edək sizə. Təbrik edirik. Push 30-dan hədiyyə kartıdır. Abunəlik 1 aylıq istifadə edə bilərsiniz. Buyurun. Hədiyyəni sizə verim, siz təqdim edin. Təşəkkür edirəm. Və dostlar, sonuncu qalibimizə də çox xüsusi bir hədiyyəmiz olacaq Gutenberg'dən. Gözəl bir hədiyyə paketidir. Və 4-cü qalibimiz. Birini də seçək. Təyyar kömək edin, birini də seçək. Mən işə qəbul xoşuma gəldi sual. Suallar həmsi dəyərli idi, həqiqətən çox məntiqli idi. Sadəcə Sevda xanımın işə qəbulda yaranma, yəni İşə qəbulla bağlı gəlin səhnəyə. Təbrik edirik sizi. Və sonuncu qalibimizin hədiyyəsini Təyyar bəy elə siz təqdim edin, zəhmət olmasa. Təşəkkür edirik. Buyurun. Və sonda xatirə şəkli. Təbrik edirəm. Bax beləliklə dostlar,
biz ölkəmizdə 4-cü dəfə keçirilən strateji HR forumunun son panelini də yekunlaşdırırıq. Moderatorumuza Anar bəyə, həmçinin spikerlərimizə Təyyar bəy, Vüqar bəyə, Pərviz bəyə dərin minnətdarlığımızı bildiririk. Təşəkkür edirik forumumuza dəyər qatdığınız üçün və sonda xatirə şəkli təbii olaraq. Mən isə sonda forumun ərsəyə gəlməsində əməyi olan hər bir tərəfdaşımıza, sponsorlarımıza, həmçinin bugün əməyi olan atelin əməkdaşlarına, texniki heyətə, operatorlarımıza, səs rejissorlarına, hər kəsə xırda bir, belə deyək, cüzi bir əmək olan hər kəsə belə dərin minnətdarlığımızı bildirir və sonda isə, Anar bəy, getməyin, spikerlərimiz heç biriniz getməyin. Sonda ənənəvi olaraq forum fotosu, ən sevdiyim məqam, odur ki, hamı gəlsin səhnəyə. Hamı gəlin, Ledas Events'in bizim üçün qurduğu böyük bir səhnə var, böyük bir ekran var, onun qarşısına gəlin və xatirə fotosu çəkdirək mütləq. Təşəkkürlər bir daha hər birinizə. Bugün son ana qədər bizimlə birlikdə olduğunuz üçün. Və ümid edirəm ki, bu HR forumda sizin üçün ən yadda qalan, ən faydalı, ən qiymətli forumlardan biri oldu. Gəlin, hamıya yer tapılacaq, narahat olmayın. Biraz sıxlaşın. Siz sağ olun. İşıqları biraz artıraq. Aha, gəlin. O tərəfdə yer varmı? Hörmətli fotoqrafımız da bizə kömək eləsin. Harada boşluq varsa, simmetrik görsənək. Siz gəlin qabağa, siz gəlin. Üç, 2, 1 sayaq. 3, 2, 1. Əla. Təşəkkür edirik bir daha hər birinizə. Çox sağ olun. Növbəti forumlarda görüşənədək.